Salam, mən Elon Xıdırzadə, fizioterapevt, reabilitolog, həkim mütəxəssis. Bu günləri sizə bel ağrılarına aid doğru bilinən yanlışlar və bel ağrılarından əziyyət çəkməmək üçün nələrə diqqət etmək lazım olduğunuzdan danışacağam. Ümumiyyətlə, dünya əhalisinin 80%-i həyatının bir dönəmində bel ağrılarından əziyyət çəkir. Bel ağrılarındakı ciddi risk faktorları fiziki aktivliyin az olması, əzələ spazmı, stres, artıq çəki və düzgün olmayan duruş, postur problemləridir. Ümumiyyətlə, bizə müraciət edən poliklinikdə xəstələrimizin böyük bir qismində biz fiziki aktivliyin az olmasını və əzələ zəifliyini müşahidə edirik. Bel ağrıları ilə gələn pasientlərimizdə əksini dediyimizdə təcrübələndirdikləri bəzi halları söyləyəcəmsə, ağrı qaldırdığım belim ağrıdır. Doktor, övladım idmana gedir, ağrı qaldırır. Xeyr, həqiqətdə bel ağrılarının əsas səbəbi fiziki aktivliyin azalması, düzgün olmayan texnika və əzələlərimizin zəifliyi kimi hallardır. Cüzi ağrı bərabərdir ciddi zədə. Həqiqətdə ağrının intensivliyi zədənin dərəcəsi ilə əlaqəli deyil. Belə ki, kiçik və əzələ dartılması kəskin ağrıdır. Bel korsetləri uzun müddətli geyinilməlidir. Xeyr, korsetlər bizim tövsiyə etdiyimiz qısa müddətdə istifadə olunmalıdır. Uzun, artıq müddət istifadə olunanda əzələlərdə atrofiya gətirib çıxara bilir. Bel ağrıları ömürlük işdir. Həqiqətdə isə 90% hallarda qısa müddətdə konservativ və fizioterapevtik müalicələrlə ağrılar keçib gedir. Sizin etdiyiniz idman və fiziki aktivliyinizi yüksək tutmanız, ağrısız bellə yaşamanız demək və ən əsası gələcəkdə yaşlılığınıza yatırım etməniz deməkdir. Hər kəsə sağlam, fiziki aktiv və ağrısız həyat arzu edirik.